Hamız burası mı? Yaxşı, Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne asdaqal hadisi kitabullah ve hayral hadi hadi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrü umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Birincisi, möhtərəm qardaşlar, Allah subhanahu wa ta'ala sonsuz sadə şükürlər olsun ki, Rəbbimiz bizi müvəffəq elədi. Elhamdülillah. Böyük bir müvəffəqiyyətdir ki, bura gəlmək və xüsusən də ki, Allah subhanahu müvəffəq elədi ki, bu Ramazanın son 10 gününə bura gəldik. Və həmçində ki, fikir verirsiniz, bugünkü gecə, yəni 27-ci gecədir. Elhamdülillah. Yəni biz fərqləndirmirik, elhamdülillah, hamısını çalışmaq lazımdır. Sadəcə olaraq nə qədər az qalır, daha çox elə bil ki, çalışmalısan. Necə? Çünki artıq Ramazan gedir. Artıq sizə gedir. Yəni nə qalıb? 2-3 gün qalıbdır. 2 gün, 3 gün. Sayılmış yəni 2 günlərdir. Zaten sayılmış günlərdir. Yəni bütöv ay, düzdürmü? Nəinki bütöv ay. Götürsək bizim həyatımız belə sayılmış günlərdir, sayılmış saatlardır. Allah subhanahu wa ta'ala verən bizə möhlətdən gedir. Hər dəqiqə, hər saniyə. Necə ki, İbn Sirin rahimehullah deyir ki, ya bəni Ədəm ən tənfəs. Deyir ki, sən deyir, ey deyir Adəm evladı, sən deyir nəfəslərdən ibarətsən. Hər nəfəsin getdiksə o sayılmış nəfəslərdən gedir. Bu da belə yəni müsəlmanın, müminin harda olmağının aslı olmayaraq nə etməlidir? Ramazanda xüsusi olaraq çalışmalıdır. Xüsusi olaraq çalışmalıdır. Və Ramazan, necə ki qeyd eləmişdik bundan qabaq, Ramazan yəni müsəlmanın mədrəsəsidir, ömürlük mədrəsəsidir. İnsan nə edir? Özünü bu ayda islah eləyir. Və sonra Allahın izni nə edir? Ondan sonra da o ayda islah olduğu şeylərin üzərində sabit qalır. Sabit qalır ki, məsələn, Quran oxuyurdu. Misal üçün, kasıblara kömək eləyirdi. Gedizdirirdi azları, düzdürmü? Və həmçində ki, Ramazandan sonra bu şeylərə davam edir Allahın izni ilə. Quran oxuyur, düzdürmü? Artırır. Necə hərissən xeyrə? Yəni, bilirsən ki, nədir? Oruclusan. Necə sən özünü gündüzlər qoruyursan? Düzdürmü? Xəbis pis şey eşitməkdən və yaxud da nə pis şeyə baxmaqdan və yaxud da bir pis söz deməkdən. Eləncə bu tərbiyədir. Allah subhanahu ta'ala bizi tərbiyə eləyir bununla ki, yəni bax belə olmalıdır müsəlman. Yəni sən axı Ramazan müsəlman deyilsən ki, yalnız Ramazanda belənsini olasan və Ramazandan sonra məsələn qaydasan ona. Zaten necə ki alimlər qeyd eləyir, əgər qul tərəfindən bilinərsə ki, qul həmən günahlara qaydacaqdır Ramazandan sonra, onun Ramazanda elədiyi ibadətlər qəbul olunmur. İnsan misalını tövbə edir, dedim, amma deyir, nə də Ramazan çıxsın, qayıdacam təzən o günahlar. Artıq bunun nə tövbəsi, nə ibadətləri qəbul olunmur. Ona görə tövbənin şərtindən ki, insan nə etməlidir? Əzimli olmalıdır. Ki, yəni mən bir daha o günaha qayıtmayacağam, heç vaxt. Şərtlərindəndir. Amma o niyyət olsa qəlbdə ki, bu günaha qayıdacaqdır, o halda necə olacaqdır? O halda onun o ibadətləri qəbul olunmur. Biz də əlhəmdülillah görürsünüz, neçə insanlar var ki, necə buranın həsrətindədirlər, düzdürmü, gəlməyin. Allah subhanahu ta'ala bizi bunu veribdir, müvəffəq edibdir. Bu müvəffəqiyyət yalnız Allah subhanahu ta'ala'dandır. Yəni insanlar var, imkanı da var, pul da var və səhhəti də yerindən amma gələ bilmir. Allah yəni ki, nədir? Müvəffəq eləmir. Düzdürmü? Bu gəlmirsən, nə edəcəksən? İstifadə edəcəksən. Hər saniyəndən, hər dəqiqədən, hər saatından, nə ilə zikirlə, dua elə. Özün üçün qutardın, tapırsan, yaxınların üçün elə, millətin üçün elə, xalqın üçün elə, müsəlmanlar üçün elə. Və təsəvvür elə ki, hər bir müsəlman üçün sən dua elədiksən, orada heç bir sənə, yəni savabından azalmalı, o hər bir müsəlmana görə sənə yazılır. Bir dua var, əgər onu duanı eləsən, necə ki, hamınız bildiyiniz duadır. Deyirsən ki, Allahümmə xfir el-muslimin vəl-muslimət, el-mu'minin vəl-müminət, el-əhyə minhum vəl-əmvət. Yəni, müsəlman kişi və qadınları və mömin kişi qadınları, onlardan diri olanları və ölü olanları bağışla. Şeyx Abdurrazaq Həfizullah nə deyir? Bunun şərhində deyir ki, bunun savabını mələklər yaza bilmirlər. Niyə görə yaza bilmirlər? Ona görə ki, bu Adəm əleyhissalamdan ta qiyamət qopana kimi olan müsəlmanlar üçün olan duadır. Və onların sayını kim bilir? Heç kim bilmir. Allah subhanahu wa ta'ala'dan başqa. Sən deyirsən ki, yəni ölmüş müsəlman və kişi və qadınları, mömin və kişi qadınları və həmçində dirilər üçün. Deməli, yəni ilk yaranlar və sona kimi dua eləyirsən. Və onun sayını kim bilir? Yalnız Allah subhanahu wa ta'ala bilir.
Ya ona görə nə etməliyik? Biz yəni dualarımızda yəni israrlı olmalıyıq. Yəni xüsusən dua özü ibadətdir. Allah Subhanahu taala adlandırır. Düzdür, dua ibadətdir. Və sən necə ki yəni zikr eləyirsən, bax elə dua da ibadətdir, elhamdülillah. Zikr elədin, misal üçün subhanallah, elhamdülillah, Allahu ekber, misal olaraq la ilahe illallah, düzdür, nə edirsən? Sonra dua eləyirsən. Sonra salavat gətirirsən Allah Rasul sallallahu əleyhi və səlləmə. Sonra da indi və həmçinin də nə edirsən, bildiyin əgər insanlar varsa, müsəlmanlar hansılar xəstədir, hansılar çətinlikdə, nə edirsən? Onlar üçün dua eləyəcəksən. Və xüsusi olaraq da ki, elhamdülillah, dövlət başçısı üçün, yəni bu birinci qarışdır sünnədəndir. Allah Rasul sallallahu əleyhi və səlləmin, yəni bu əhl-i sünnə vəl cemaatın yəni yolundandır. Dövlət başçısı üçün dua eləmək. Ya onun məsələn onun müvəffəqiyyəti üçün, xeyrə müvəffəq olması üçün və onun xeyrə nail olması üçün. Çünki o xeyrə nail olarsa bütün cemaat xeyrə nail olar. Necə ki, yəni bizdə bəsin mesela Azərbaycanı götürək. Fərqi yox, hansı ölkə olsun, bir ailənin islah olması cəmiyyətin islah olmasına dəlalət eləyir. Əgər sən bir ailəni islah eləyərsənsə, sənin də o ailən o cəmiyyətdəndir, düzdürmü? Deməli artıq nədir? Sən hansısa bir hissəni o cəmiyyətin islah elədin. Sənin də ailən bir gün içində oğlun, qızın, sabahlar o da ailə sahibi olacaqdır. Artıq o da övladlarını islah eləyəcəkdir. Və belə də nə olur? Allahın izni ilə və belə cəmiyyət islah olur. Amma baxmaq kimlərəsə xorla, kimlərəsə yuxarıdan aşağı, məsələn, namaz qılırsan, filankəs namaz qılmır, bir-iki dənə ayə bilirsən, filankəs Quran oxuya bilmir, belə bu olmaz belə şey eləmək. Biz dua eləməliyik. Biz insanların üzərinə hakim olaraq təyin edilmədik. Allah Rasul sallallahu əleyhi və səlləm onları dəvət eləməyə gəlmişdi. Nəzir idi, onları çəkindirən idi, hidayətə yönəldən idi. Düzdürmü? Amma hidayət verən kimdir? Allah Subhanahu va Taala'dır. Allah Subhanahu va Taala'dır. Onun üçün biz nə etməliyik? Biz bu şeydən istifadə eləməliyik. Dəvət Allahın yoluna dəvət ən böyük ibadətlərdən qardaşlar. Və hər birimizin üzərinə vacibdir. Sən ailəndən başla. Sən çünki mən birinci olaraq ailəmizə görə sorumlu olacaq Allah qatında. Hər birimiz ailəmizə görə sorumlu olacaq. Sənin birinci gündə övladın ibadət eləmirsə, sənsən sorumlu olan görə. Allah qarşısında cavab verəcəksən. Sənin birinci gündə qızın, həyat yoldaşın, yəni dinə, şəriətə müvəffiq geyinmirsə, sən ona görə cavab verəcəksən Allah qarşısında. Düzgün şəkildə səbəblərdən yapışmalısan, düzgün şəkildə dəvət eləməlisən. Və belə budur bizim yəni ki yolumuz. Elhamdülillah islah eləm. Bu sən də mən necə islah eləyəcəm elm olmadan, bilmədən? Düzdür, nə etməliyik? Deməli elmimizi artırmalıyıq Allahın izni ilə. Biliyimizi artırmalıyıq. Və hər ibadətə başlamadan ibadətin elmi olmalıdır bizim əlimizdə. Məsələn, ümrəyə gəlirsən, düzdürmü? Necə ümrə haqqında sənin məlumatın olmalıdır. Çünki bu şərtdir. Şərtdir ki, onun elmi olmalıdır sənin əlində. Biz həccə gəlirsən, düzdürmü? Bir gün sənə həccin elmi vacib deyil, amma sən artıq sabahlarım həccə gelsənsə, onun sənə elmini bilmək vacibdir. Ya bir gün sənin zəkata pulun yoxdur, düzdürmü? Sabah sənin zəkata pulun düşürsə, sənin üzərində vacibdir ki, onun elmi biləsən. Çünki sən onu necə çağırtmalısın? Allah istədiyi kimi. Bu Allahın şəriətinə görə sən çağırırsan bunu. Özünə kimisə dediyinə görə yox. Deməli Allah necə şəriətdə təyin eləyibsə, necə qaydalar varsa o üzərində bunu eləməlisən bu ibadəti. Başqa cürə məqbul deyil. İbadətin qəbul olması üçün 2 şərti var, 2 rukunu var. Düzdürmü? Ola bilsin ki, insan birinci rukun nədir? Birinci ixlas. İxlaslı olmaq. İkinci nədir? Müvafiq şeydir, tabiçilik kimi Allah Rasul sallallahu əleyhi və səlləm. İnsan ola bilsin ki, ibadətində heç bir problemi olmasın. İxlaslı olsun, sırf Allah üçün olsun. Amma o əgərəm ibadət Allah Rasul sallallahu əleyhi və səlləmin sünnəsinə müvafiq deyilsə, o halda o ibadət rəddir. Və yaxud əksinə, insan ola bilsin ki, tam şəkildə sünnəyə müvafiq eləyir, amma ixlasında problem var. Yəni ona şirk daxil olur və yaxud riya daxil olur və yaxud kiməsə görürsə eləyir. Bu halda nədir? Onun ibadəti məqbuldur. İnsan görürsə illər boyu necə ki sələflər qeyd edirlər, deyir, 40 illərlə, 60 illərlə insan ibadət edir, amma heç də onun ibadəti məqbul deyil. Allah qorusun, ki deyir 60 il ibadət eləyir, 60 il ibadət eləyir, sonra məsələn onun ibadəti qəbul deyil. Nədir? Özündə yorğunçuluq qalır. Görürsən insanlar var ki, subhanallah, onların ixlasında heç bir problem yoxdur. Düzdürmü? Nədir? Görürsən, nə edirlər?
Yəni tam şəkildə Allah üçün eləyirlər, amma o Allah Rasulü sallallahu əleyhi və səlləmin sünnəsinə müvafiq deyil. O halda o rəddir. Onun üçün biz öyrənəcəyik, Allah Rasulü sallallahu əleyhi və səlləm bunu eləyibmi? Və sonra isə əsasda məsələ var. Bunu Allah Rasulü sallallahu əleyhi və səlləm hədisi çatdı bizə yaxşı. Qurani-Kərimdən ayə bildik və bunu sələf beləmi başa düşübmü? Beləmi əməl eləyibmi? Bu mühümdür. Mühüm buradadır. Görürsən insanları ayətlə azdırırlar. İnsanları hədislə çaşdırırlar. Bəyəm ayətdə, Qurani-Kərimdə problem var, bəyəm hədisdə problem. Əlbəttə yox, problem hardadır? İnsanların düşüncəsində, öz ağılları ilə başlayırlar nə etmək? O ayətləri, o hədisləri insanlara izah eləməyə, şərh eləməyə. Bu problem buradadır. Onun üçün nə etməliyik? Biz sələfin fəhmi ilə başa düşməliyik bu dini. Başqa cürü mümkün deyil. Başqa cürü mümkün deyil. Əks halda bizdən yəni qəbul olmayacaq əməlimiz. Gözlə insanlar var ki, yəni çox misal çəkmək olar. Yəni düşürlər şübhəyə, məsələn bəzi məsələlərdə, ibadətlərdə və yaxud da nə kimdən elm alıb, kimdən elm almamaq məsələsində bilmirlər və yaxud da ki, bəzi insanlar misal üçün bəzi insanları aldadırlar bununla. Deyirlər, bax qardaş, nə edir? Müsəlmanların arasında fitnə salır. Müsəlmanları məsələn bir-birindən çəkindirir. Bu bizim dinimizdəndir. Əlbəttə ki, bunu da oyun-oyuncaq eləmək olmaz. Hər bir şeyin əhli danışmalıdır. Hansı elm olsun, onu əhli danışmalıdır ondan. Düzdürmü? Tutaq ki, bir həkimlik məsələsidir. Bir üçün də hansısa bir misal üçün qapı pəncərə və yaxud da nə bilim hansısa bir maşın ustası, neçə misallar təxmin. O gəlib həkimlik eləsə necə olar insanların halı? Necə olar insanların halı? İnsanları bədbəxt eləyəcək. Düzdürmü qardaş? Bu da belə. Necə ola bilər ki, sən məsəl üçün hansısa bir qapı pəncərə ustası gəlib həkimlik edə bilməz, amma hansısa bir onun əhli olmayan, hansı ki din bizim ya cənnətimiz, ya cəhənnəmimizdir, ondan danışa bilər. Ola bilməz belə şey. Ona görə də necə ki, bir yax qeyd elədim danışanda. İbn Sirin rəhməllah nə deyir? Deyir ki, hədəl ilm əd-dinukum. Fənzur əmmən təxuzuna dinakum. Bu deyir, elm sizin dininizdir. Və baxın, görün onu kimdən götürürsünüz. Deməli ki, baxın, görün kimdən nə öyrənirsiniz. Dedi, o dini baxın, görün kimdən götürürsünüz. Yəni insanı ola bilsin ki, bəzi şəxslərin gözəl danışması allatsın. Gözəl. Çünki Allah Resulü nədir? Gözəl danışıqda sehir var. Ola bilsin. Bu sizə allatmasın. Və hansısa insan ola bilsin ki, Quran və ayətlə danışır. Bu da insan allatmalı deyil. Baxmalıyıq nəyə ki, o danışdığı şey, onun izah elədiyi sələfin fəhminə müvafiqdir, yoxsa yox. Bu da əsas məsələ. Əsas məsələ budur, qardaşlar. Və əlhəmdə Allaha sonsuz salih şükürlər olsun. Qısa bir qeydiyyət idi. Birinci danışdığım şeylər öz nəfsimə aiddir. Sonra isə hər birimizdir. Allahdan diləyirəm ki, bizdən elədiyimiz ibadətləri qəbul eləsin. Və Allah subhanət həmçində bizim başqa müsəlman qardaşlarımız, bazılarımızdan qəbul eləsin. Allah subhanət ibadətlərini, bu aid elədiklərini. Və Allah subhanət diləyirəm ki, xalqımıza, millətimizə hidayət versin. Allah subhanət bizim ölkəmizi bəlalardan qorusun. Allah subhanət bizim ölkələrimizin nemətlərini artırsın. Və Allah subhanət alədən diləyirəm ki, Allah subhanət alə bizim başçımızı xeyirlərə müvəffəq eləsin və ona düzgün şəkildə qərarlar verməyə müvəffəq eləsin. Allah daha doğrusunu bilir. Allah hər birinizdən razı olsun. Allah subhanət alə bir daha diləyirəm ki, bu gecələrdə, bu gündüzlərdə elədiyi ibadətlər hamısını sizdən qəbul eləsin. Və Allah subhanət alə necə ki, biz iftar açanda sevinirdik, o birisi sevinci də bizə versin Rəbbimiz. Yəni Allah subhanət alənin görüşmək və Allah subhanət alə özü vəd verdi ki, onun orucun savabını o verəcəkdir. O da ki, bizim Rəbbimizdən diləyirəm ki, o oruclardan olsun ki, hansını ki, Allah subhanət alə vəd verir ki, onun mükafatını o verəcəkdir. Ona görə də oruclarımızı qorumalıyıq, qardaşlar. Eləməliyik ki, Allahın istədiyi kimi olsun. Elə belə ac, susuz qalmaq yox. Gözünü də qoruyacaqsan, dilini də qoruyacaqsan, qulağını da qoruyacaqsan, bütün əzalarını qoruyacaqsan. Allahın izni ilə. Burada olduq, istəyir başqa yerdə olduq. Əlhəmdülillah. Burada adam daha asandır. Getdik, yenə də nə etmək lazımdır? Qorumaq lazımdır. Bura səni dəyişməlidir. Qayıtdın bu ibadətdən, bu səni dəyişməlidir. Yəni, haradasən, nələrsə var idi, onlardan sən dəyişməlisən. Pis xəsiyyətlərin var, ondan sən dəyişməlisən. Ağzından nəsə pis söz çıxırdı, onu sən dəyişməlisən. Haradasa, məsələn, özünü pis aparırdın, misal olaraq deyirəm da, nəsə belə sərt və s. onu sən dəyişməlisən. Hərə özünü daha yaxşı bilir və bu şeylərin üzərində işləməlidir və tövbələrində sadiq olmalıdır və möhkəm olmalıdır. Allah daha doğrusunu bilir, Allah bizə istifadəni eləsin.
Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.